Əziz müsəlmanlar, qeyd etdik ki, Arafa günü Allaha dua etdikdə Allah duanı qəbul edir və bizə istədiyimizi verir. Biz çox şey istəyə bilərik Allahdan. Lakin Peyğəmbərlər nə istəyib? Peyğəmbərlər necə dua edib həmin gün? Bu xüsusda İmam Tirmizi rahiməhullahın rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurur. Ən xeyirli dua Arafa günü edilən duadır. Mənim və məndən əvvəlki Peyğəmbərlərin dediyi ən xeyirli söz də budur. La ilahe illallah vahdahu la şərikə ləh, ləhul mulku və ləhul hamdu və huve alə kulli şeyin qadir. Təvhid kəlməsi, əziz müsəlmanlar, bundan daha xeyirli nə dua ola bilər? Sən bu dua ilə Allaha yalvardıqda, Allah subhanahu wa ta'ala səni yalnız Allaha ibadət etməyə, ona heç kəsi şərik qoşmamağa müvəffəq edir. Buna can atmaq lazımdır. Diqqət edin, Fudeyl ibn İyad rahiməhullah Arafatda duran minlərlə zəvvaran ağlaya-ağlaya Allaha dua etdiklərini, ondan bağışlanma dilədiklərini görür və öz-özünə görün nə deyir. Əgər bu insanlar zəngin bir adamın yanına gedib bu cür ağlayaraq, yalvarıb onlardan bir dəniq, dirhəmin 6'da bir hissəsidir. Dirhəmin 6'da bir hissəsi cüzi bir şeydir. Bu cüzi məbləği ondan istəsələr, o zəngin adam ona verməzmi o istədiyini? Əlbəttə ki, verər. Bu, onun üçün çox asandır. Vallahi Allah üçün onlara istədiklərini vermək, onların günahlarını bağışlamaq daha asandır. Alim demək istəyir ki, zəngin adam bunlara istədiyini verir. Bəs nə üçün bu insanlar Allaha doyunca ibadət etmir, doyunca Allahdan dua edib, yalvarıb istədiklərini istəmirlər? Axı, İmam Müslimin rəvayətində Allah subhanahu teala deyir, ey qullarım, əgər əvvəlinciləriniz və axırıncılarınız məndən istədiyi qədər istəsə və mən də onlara istədiklərinin hamısını versəm, mülkümdən heç bir şey azalmaz. Digər rəvayətdə də Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allahın əli doludur. Bu nemətlərin səhər axşam ardı kəsilmədən xərclənməsi Allahın əlini boş qoya bilməz, mülkündən heç nə azalmaz. Diqqət edin, bu rəvayətlərə baxandan sonra indi özümüzə sual verək. Məyər biz Allaha kifayət qədər dua edirikmi? Bu günlərdə, bu 10 gündə, bu 10 günün fəzilətindən istifadə edirikmi? Bu 10 günü əvvəlcədən hazırlıq görürükmü ki, bu 10 gündə Allahdan gecə gündüz yalvarıb özümüz üçün xeyir dua, xeyir istəyək.